Birinci addımdan uğurlu olmaq üçün istəyir gözəllik salonu açın, istəyir restoran açın, istəyir fitness klub açın, nə açırsa açın. Bilən adam, biznesdən başa çıxan adam sizə deyəcək, lokasiya, lokasiya və yenə də lokasiya. Buna görə sizə super lokasiya haqqında qısa məlumat verəcəm. Bu gələcəkdə sizin üçün çox vacib ola bilər. Ona görə də bunu qeyd eləməyi yaddan çıxmasın. Baxın, adicə restoranın və yaxud digər biznesin reklam və marketinq işlərinin nəticəsi ondan ibarətdir ki, qonaq bura kənardan içəri keçsin, sizin obyektinizin içinə girsin. Bu qonaq içəri girdikdən sonra, yeyib içdikdən sonra artıq restoranın içində elə bir infrastruktur qurulmalıdır ki, bu qonaq daimi qonağa çevrilsin. Əgər sizin heyətiniz bunu eləmirsə, daimi qonağa çevrilmək üçün heç bir instrumentdən istifadə eləmirsə, heç bir addım atmırsa, bu qonaqlar adnarazıvi qonaqlar kimi qalacaq. Bu baş verməsin deyə, yəni siz bilməlisiniz ki, restoran biznesində gündəlik uğurlu nəticə əldə etmək üçün restoran 160 qonaq götürməlidir, qəbul eləməlidir. Əgər sizin obyektiniz super lokasiya olan bir yerdə yerləşmirsə, məsələn, Eyfel qülləsinin qarşısında, bu o deməkdir ki, ora gələn qonaqlar avtomatik olaraq sizin qonaqlarınız adnarazıvi olsa da olar. Bunun üçün heç reklama da ehtiyac yoxdur. Buna super lokasiya deyirlər. Yox, əgər sizin obyektiniz super lokasiya adlanan bir yerdə, bir mövqeydə yerləşmirsə, siz mütləq qonaqları təkrar gəlişlərə sövq eləyən addımlarla öz daimi müştərilərinizə çevrilməlisiniz ki, uğur əldə eləyəsiniz. Bunun üçün cəmi 10 instrument var. Əgər bu barədə kim bilmək istəyirsə, məlumatlanmaq, maariflənmək istəyirsə, buyurub müraciət eləyə bilər, sevə-sevə onlara kömək eləyərəm. Unutmayın ki, sizin biznesiniz sizə daha çox gəlir gətirə bilər. Məndə restoran biznesi və biznes haqqındadır. Abunə olmağı unutmayın.